Salam, xoş gördük hörmətli izləyicilər. Saray qəsəbəsində 2 mərtəbəli ev satışa çıxarıldı 95.000 manata. Torpağının çıxarışı ilə satılır. Ev 2 mərtəbədən ibarətdir. Buradan pilləkənlə qalxırsınız 2-ci mərtəbəyə. 1 ilə 2-nin də arası monolitdir. Şəxsi özləri üçün tikilmiş evdir 95.000 manata. İçəridə artıq veşləri var, götürəcəklər bu veşləri. Hazır evdir. Siz təsəvvür edin, bax buradan, bax kombisi, bütün minütkası, burada paltar şkafıdır. Bura qapıdan girəcək yerdir. Bax, qapıdan girən yeridir bura. Ayaqqabı soyulandan sonra burada bir qapı da var. Buradan giririk içəri. Zəhmət olmasa gəlin. Pilləkən buradan qalxır 2-ci mərtəbəyə. Biz davam edirik qonaq otağına, yəni zala. Bax, görürsünüz, böyük bir kvadratlı evdir. Yerləşdiyi ərazidə bu prospekt var. MTK-nı keçəndə, binaları keçəndə Saray Bazar var. Onun arxasındadır. Yoldan da yəqin 1-200 metr məsafəsi olar olmaz. Bax, bu qonaq otağıdır. Kurqavoy qoşadaşla çirpi də təkrar elə 1 ilə 2-nin arası monolitdir. 95.000 manata satışa çıxarıldı. Kuxuna mebili, kombisi, radiatoru, hər bir şeyi var. Kondisioner qalacaq götürəcəksiniz? Hə, kondisioner götürəcəklər. Gəlin, zəhmət olun. Siz bir dənə mətbəxə mən çəkim. Bax, orta divarına baxın. Ara kəsmələrinə qədər qoşa daşdır. Birinci mərtəbədə olan sanitar qovşağıdır. Bax, görürsünüz, hazır gir yaşa evdir. Gəl buranı çəkək. Bura mətbəximizdir. Bax, görürsünüz, böyük geniş mətbəxi var. Bax, görürsünüz, mətbəx mebelidir. Hər bir şey qurulub, hazır vəziyyətdədir. Burada da evin arxasında qalodovkasıdır. Bax, böyürdən keçmək üçün yeri var. Hətta orada sanitar qovşağı da var. Bəli, həyat üçün ayaq yolu da var orada. Bax, belə, bu bunun mətbəxi idi. Qonaq otağını göstərdim. Birinci mərtəbədə sanitar qovşağını göstərdim. Həyətdə də var sanitar qovşağı. İndi pilləkənlə qalxırıq 2-ci mərtəbəyə. Bura 2-ci mərtəbənin pilləkənləri ilə çıxdıq 2-ci mərtəbəyə. İndi buradan davam eləyək otaqları sizə göstərim. Deməli, 1, 2, 3 yataq otağı da buradadır. Bax, bu bir yataq otağı. Bax, bu bir yataq otağıdır, görürsünüz. Burada bir yataq otağı var, bu böyük yataq otağıdır, genişdir. Baxın, görün nə boydadır, kvadratına baxın. 95.000 manatadır, 2 mərtəbəli ev. Torpağının çıxarışı ilə satılır, qaz, su, işıq, sayğacları var, kanalizasiyasındakı mərkəzidir. Burada da bir uşaq yataq otağıdır, bax belə. Görürsünüz. Buradan da koridordan da balkona çıxmaq üçün belə yeri var. Görürsünüz, bax qapı var. Qapını açırıq. Buradan çıxırıq balkona. Bax, belə ərazidir, görürsünüz. Bax, burada bunun nariyesi var. İndi bunları həyətdən sizə göstərəcəm. Yaşayışın tam mərkəzindədir. Bax, buradan hətta MTK da görürsünüz, binalar, görürsünüz. Qalanı indi çıxıb həyətdən göstərəcəm. Hörmətli izləyicilər, bax, bu da evimizin pilləkənləri ilə düşürəm. Bax, bu evdir. Buradan da qapı var bura. Bax, bayaq görsün, indi bağlıdır. Bu evin arxasındadır. Arkada da sanitar qovşağı var. Bunların hamısını izah eləmişəm. Padvala da giriş oradandır. Navesi də var həyətində. Bax, görürsünüz, belə bir evdir. Üstü çelepilçalı evdir. Bax, belə bir, görürsünüz, hər bir şəraiti qurulub hazırdır. Kanalizasiyası mərkəzidir, trapı da var orada. Ev də bax, belə bir evdir. Hətta burada evimizin bax, burasında, görürsünüz, yay mətbəxi də var. Suyudur, qazıdır, paltaryandır, burada şkafdır. Üstündə şkafdır, hər şəraiti var, manqalı, böğürdü ağacları, 95.000 manatadır, bax bu gördüyünüz, izah eləmişəm oranı. Bax belə, bir də izah eləmişəm, Saray qəsəbəsində MTK-dan, Sumqayıtdan gələndə, prospektlə gələndə yolun solundadır. Saray Bazar var, onun arxasındadır. 150-200 metrdə yoldan məsafəsi var, hələ 95.000-lə endirim də olunacaq, qiymətdən narahat olmayın, sağ olun.